Bugün ne günüdür? Müstakillik. Bugünkü günü bilməyən Mələgər Azərbaycan vətəndaşı olmamalıdır. Səni yağlardan qoruyub Babək, çayların damardan axan qanımdır, ünvanın köksümdə döyünən ürək, adın Azərbaycan şərəf şanımdır. Sən bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan. Bəli, bugün Azərbaycan Cumhuriyyəti 107-ci ilini yaşayır. Gəlin öyrənək, dövlətimizdə yaşayanlar bu tarixdə, yəni 28 maydan xəbərdardırlar. Bugünkü günü bilməyən Mələgər Azərbaycan vətəndaşı olmamalıdır. Bugün 1000 illik tariximizin içərisində ilk dəfə Azərbaycan adlı bir dövlətin müstəqilliyi əldə olundu, amma çox hayıflar ki 23 ay yaşadı. Bugün mənim Azərbaycana gəldiyim gündür. 90-cı il may ayının 28-i müstəqillik günü. Bugün ne günüdür? Müstakillik. Kurucusu kimdir? Nasıl sade? 28 may müstəqillik günü. Əzab-əziyyətlə də olsa gəlib bu günə çıxmışıq. Məmməd Əmin Rəsulzadə. Heydər. Əsas oldu. Bugün müstəqillik günü, Köhnə Adilər Respublika günüdür. Bugün haqqında nələri bilirsiniz? Bugün Məmməd Əmin Rəsulzadənin Azərbaycanı azadlığa buraxdığı gündür, müstəqillik günü. Köhnə Respublika müstəqilliyimiz günüdür. Yalan deyirəm. Necə nə günü? Bizim bayramımızdır. 28 may günü. Allah bütün belə insanlara ancaq belə müstəqillik gününü bayram eləmək qismətləsin. O yadımdan çıxdı. Bilirəm ki, yaxşı gündür. Bizim 28 may küçəsi var. Bayram günüdür. Müstəqilliyimiz necə qazanılır? Da o qədər danışmağa vaxtım da yoxdur. Gedirəm başıma dönüm. Sağ olun. Məmməd Əmin Rəsulzadənin yaratdığı gündür bugün. Respublika günümüzdür. Bugün 28 may Azərbaycan Respublika günüdür. 1918-ci ildə yaranıb. Məmməd Əmin Rəsulzadə tərəfindən yaranıb. Bilirəm ki, 28 may 18-ci ildə Məmməd Əmin Rəsulzadə bayraq qaldırıb Azərbaycanın müstəqilliyi bayrağı. 28 may Azərbaycan Respublikasının yaranması günü. Cümhuriyyətimiz yaranıb 1918-ci il mayının 28-də. Çox təəssüflər ki, 23 aydan sonra Rus ordusu Azərbaycanın müstəqilliyini əlindən alıb, işğal edib. 28 may müstakillik günü. Bugün hakkında daha ne bilirsin? Kim kurucusudur, kimler tanıyırsan? Heydər Əliyev. Respublika günü. Bu günləri mən xalqımıza əmin-amanlıq, xoşbəxtlik arzulayıram. Birinci şərt odur. Müstəqilliyimizi ömrü boyu qoruyub saxlamağa tövsiyə edirəm ki, biz onun keşiyində möhkəm dayanaq. Çünki bir qaradaşı da əzizdir mənə. Qarış torpağını yada qıymaram. Sən ürək yerinə sığdın sinəmə. 100 il vəsf eləsəm yenə doymaram. Səni yağlardan qoruyub Babək, çayların damardan axan qanımdır, ünvanın köksümdə döyünən ürək, adın Azərbaycan şərəf şanımdır.